Şokolad kisti nə vaxt əməliyyat olunmalıdır? İzləyicimizdən belə bir sual var. Burada kistin ölçüsü, yəni şokolad kistinin, endometrioid kistinin ölçüsü təkcə meyar deyildir. Bir çox faktorları nəzərə almaq lazımdır. İlk olaraq xəstənin şikayətləri varmı və bu şikayətlər kəskin əlamətlərlə özünü göstərirmi? Məsələn, bu kistanın burulması və yaxud da ki, daxili qanaxma kimi şikayətlərlə müşahidə olunursa, belə olan halda mütləq əməliyyat göstərişdir. Bundan başqa xəstənin yaşını nəzərə almaq lazımdır, ana olmaq istəyini nəzərə almaq lazımdır və həmçinin ultrasəs müayinəsində əgər kistanın bədləşmə potensialı varsa, belə olan halda da endometrioid kistalar əməliyyat olunur. Və əsas nüanslardan biri də odur ki, endometrioid kistası olan qadınlar əgər süni mayalanmaya gedəcəklərsə, yəni yumurta toplamaya mane olursa bu kistalar, belə olan halda əməliyyat olunur. Əks halda, əgər xəstənin ana olmaq istəyi varsa və çox böyük olmayan şokolad kistası, endometrioid kistası varsa, o əməliyyat olunmasa daha məsləhətdir. Çünki hər yumurtalıqda aparılmış əməliyyat yumurta hüceyrənin keyfiyyətini aşağı salır.